gələcəyi təmin edilmir. Daha nələr baş verməlidir ki, 20 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımız azad edilməsin. Əziz həmvətənlər, ərazisi, torpağı işğal edilmiş hakimiyyət korrupsiyaya qurşanıbsa, ondan torpaq azad etməyin gözləmək mənasız işdir. Bu günləri Azərbaycan gəncliyi, Azərbaycan xalqı qurucu babalardan əmanət aldığı bu vətənin bütövlüyün, birliyin, ərazi bütövlüyün özləri təmin etməlidir. Əgər hökumət bu işi görməyə qadir deyilsə, millət başına çarə qılmalıdır. Bir anla